Gəlin belə bir məsələnin izahına baxaq. 15 qram sink və 6,4 qram kükürddən ibarət qarışıq qızdırılmışdır. Reaksiya üçün hansı ifadə doğrudur? Biz bilirik ki, ilk olaraq sinklə kükürdün reaksiyasını yazmalıyıq. Sink edir. 15 qram sink, 6,4 qram kükürdlə reaksiyaya daxil olmuşdur. Belə məsələlərdə ilk olaraq az girən maddə tapılır. Burada az girən maddə bizim gözümüzə az görünən maddə götürmürük. Reaksiyaya nisbətən az girən maddə kükürdün emiri 32-dir, sinkdə isə 65-dir. Gəlin biz az girən maddəni tapayıq. 6,4-ü 32-yə böləndə 0,2 edir. 15-i 56-ya böləndə 0,23 edir təqribən. Reaksiyada görürük ki, az girən maddə kükürdür, reaksiya kükürdə görə aparılacaq. Buradan müvəqqəti olaraq 15-i silək, bura x yazar. Buradan tənasübdən x-i taparıq. 13. Deməli, reaksiyanın əvvəlində 15 qram sink vermişdir. Amma reaksiya 13 qram sink sərf olunub. 15 qram 13 qram reaksiyaya sərf olunub, 2 qram artıq qalıb. Deməli, artıq qalan maddə 2 qram sinkdir. İndi isə gəlin biz buradan sinkesi tapayıq. X 97. Buradan x-in qiyməti edəcək 19,7.